Mən fəhlə adamam. Mən 5 manat, 10 manat çörək pulu qazanmam ki, ailəmi dolandıram. Məni alladıb başıma bu oyunu açıb. Mənim adıma şirkət açıb. 150 min vergi borcu yığılıb. İndi mən necə eləyim ki? Nətər eləyim bu adım? Mən gedən 5 manat qazanam, ailəmi dolandıram. Mənə lazımdır deyirəm. Müsahibim Yasin Səfərov iddia edir ki, işə düzəldilmək adı ilə aldadılıb. Adına şirkət açılıb, indi də 150 min manata yaxın vergi borcu yaranıb. Yaxın bir uşaq var idi. Ona dedim, mənim işə ehtiyacım var, iş axtarıram. O da bir ağsaqqal kişi var, Adil adında şəxs, Şirinov Adil. Ona yaxınlaşdırdı məni, ona yönləndirdi. Getdim ona dedim, iş lazımdır, işləmək istəyirəm də. Ay 400-ə, 500-ə belə. O dedi, problem yoxdur, düzəldərik. İş var, şirkət açılır, bizə işçi lazımdır. Ayda dedi 600 manat, 700 manata. Dedim, Allah canınızı sağ eləsin, lap yaxşı. Bu da getdim, banklara apardılar, asal imza açdırdı adıma. Dedi ki, saat bir həftəyə 10 günə xəbər eləyəcək, gələrsən başlayarsan. 2 ay, 3 ay keçdi, bu adama yazdım ki, nə oldu? Arada məsələn 5 manat, 10 manat pul atırdı, deyə səni işinlə eləmişik.